Çalışmışam, heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mən Autizmlə Mübarizə İctimai Birliyinin sədri Çiçək Məmmədliyəm. Azərbaycanda ilk autizm haqqında təşkilat yaratmışam. Öz evimi reabilitasiya mərkəzinə çevirmişəm. Evimin 80% autizm reabilitasiya mərkəzi idi və həmişə də az təminatlı ailələrə təmənnasız olaraq xidmət etmişəm. Özümün 2 evladım autizmlə əziyyət çəkir. Yoldaşım 2-ci qrup əlildir. İndi mənim evim tektonik zonada yerləşdiyinə görə sürüşməyə məruz qalmışdı. Sonra da yağan leysan yağışlar nəticəsində yararsız hala düşmüşdü. O cümlədən nə evim var, nə də ki mərkəzim var. Çünki mən evimdən əlavə orada mərkəz də tikmişdim. Xarici ölkə səfirliklərinin və səfirlərin xanımlarının köməkliyi ilə orada özümə mərkəz də qurmuşdum evimdən əlavə də. İndi mənə keçmiş icra başçısı Əziz Əzizov söz vermişdi ki, təzə tikilən, sizin üçün tikilən evlərdən sənə 2 mənzil ayrılacaq. Biri yaşamaq üçün, biri mərkəz üçün. İndi təzə gələn, təzə təyin olunan icra başçısı Adil Əliyev deyir ki, mən bunu icra edə bilmərəm. Mən çox çıxılmaz vəziyyətdə qalmışam. Hal-hazırda mən qarajda yaşayıram. Çünki uşaqlarımın yüksək davranış pozuntusu var. Uşaqların bina evlərində yaşaya bilmirlər. Baxmayaraq ki, 350 manat kompensasiya verilir bizə icra hakimiyyətindən. Ona da ki, münasib həyət evi tapa bilmirəm. Mənim vəziyyətim çox gərgindir və bizim 2 yolumuz var. Ya ailəlikcə əlillərimlə birlikdə intihar eləmək, ya da yaxın, məsəl üçün, neft ölkəsi olan Qazaxıstan, yaxud da ki, Belarusiya və digər ölkələrə bizi köçürəsiniz. Çünki orada əlillərə qayğı göstərirlər. Bu məmur özbaşınalıqları dəfələrlə məmurlar tərəfindən təhqir edilmişik. Bu yaxından Zeynal Nağdəliyevin qəbulunda oldum. Autizmli uşaqlar üçün xırdaca bir yeri, iş mərkəzi yeri istəyirdik və çox vəsaitimiz gedib həmin o yer üçün. Çünki əmlakdan da kağız almışıq və dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə də pullar vermişik. 10 minə yaxın bizim həmin yerə xərcimiz çıxıb. Amma Zeynal Nağdəliyev deyir ki, o yeri mən sizə verməyəcəm və özdə rusca məni təhqir elədi, məni söydü, otaqdan çıxartdı. Sonra Azərbaycanda ancaq məmur özbaşınalıqlarına rast gəlirik və bizim hüquqlarımız tapdalanır. İndi də müharibə, Böyük Vətən müharibəsindən sonra yeni bir mövzu, yeni bir tema tapılıb. Ondan qabaq ki temalar başqa idi, indiki tema başqadır. Ancaq şəhid ailələrinə verilir, deyilir. İndi 97-ci ildən bu yana yeni tema tərtib olunub. İndi də müğənnilərə verilir. Hansı ki belə arxası zadı formalı olan müğənnilərə verilir. Ondan sonra deputatlara verilir və digər səlahiyyət sahiblərinə verilir ki, onların varları daha da artsın, evlərinin sayları, bütün yığdıqları şəraiti daha da yaxşılaşsın. Əgər evinin sayı 100-dürsə də qoy 200 olsun. İndi evlər ancaq onlara verilir. Baxmayaraq ki, mən bu barədə müraciət edirəm, 97-ci ildən də növbədəyəm. Bizə ev verilmir. İndi hal-hazırda biz qarajda it şəraitində yaşayırıq. Hansı ki, iti bağlasan bu qarajda bir gün də qalmaz. Mən neft ölkəsi olan Azərbaycanda bu vəziyyətdə yaşayıram. Prezidentə saysız məktublar yazmışıq, Mehriban xanıma saysız məktublar yazmışıq. Heç birinin cavabı yoxdur, heç bir qapılar da üzümüzə açılmır.